Günün maraqlı nəqliyyat xəbəri Şamaxınkadan idi. Bu ərazidə hərəkətin təşkilində dəyişikliklər edilib, ərazidə yeni svetoforlar qurulub. İndi maraqlı bir məsələ var. Bu tıxacın qarşısını ala biləcəkmi? Nurlan Rafiqoğlu ərazidədir, reportajı var. Hələ gəlirdi bir tərəfdə saxlayır, dərəbəyli idi. Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi olmasına baxmayaraq biri uzun müddətdir ki, istifadə olunmurdu. Bu kəsişmənin buraxılıcılıq qabiliyyətini aşağı salırdı. İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma hərəkət iştirakçılarına maneə yaradırdı. Moskva prospektindən gələn sürücülər Asif Məhərrəmov küçəsinə daxil olmaq üçün Yanvar küçəsinin məhz bu hissəsindən, yəni tək tərəfli, 4 zolaqlı hissəsindən keçərək əks tərəfə gedə biləcəklər. Digər tərəfdən gələn sürücülər isə paralel yolda olan hissədən Moskva prospektinə daxil ola biləcəklər. Bütün bunların əsas məqsədi isə ərazidə sıxlığın qarşısının alınmasıdır. 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil, yeni qayda ilə hərəkəti təmin olunur. Belə ki, həmin ərazidə konflikt sayıları azaldılmışdır. Görülən işlər digər dövlət qurumlarıyla birlikdə aparılmışdır və piyada keçidlərinin yeri yeni müasir standartlara uyğun piyada təhlükəsizliyinin artırılması üçün təşkil edilmişdir. Layihənin icrası ilə Moskva prospektinin Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu birləşmələrin yaxınlığında yerləşən geriyə dönmə yerində hərəkət növbəliliyi işıqforlarla tənzimlənir. Bu məqsədlə ümumilikdə 5 işıqfor qurulub. Bakı-Sumqayıt şosesindən mərkəz istiqamətinə gələn sürücülər əvvəllər dəqiqələrlə məhz bu ərazidə dayanıb gözləməli olurdu. İndi isə ərazidə yeni işıqforlar qurulub. Bu isə sıxlığın qarşısının alınmasına hesablanıb. Ümumiyyətlə, buranın qarşısını almaq lazım idi ki, belə olmağı lap yaxşı oldu ki, buranın qarşısını almaq lazım. Çünki hələ gəlirdi bir tərəfdə saxlayır, dərəbəyli idi. Yəni əvvəl burada addım atmaq olmurdu. İndi isə rahatdır. Hər kəs bir-birinin yolunu gözləyərəkdən keçib gedə bilirlər. Söz gedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçirilib.